66 yaşı var və bizim yanımıza gəlib ki, damar əməliyyatı üçün. Bu ən son olduğu Dopplerdir və xəstə bizdən öncə 4 ayrı yerdə Doppler müayinə olunubdur. Hər biri bu pasiyenti əməliyyat deyibdir. Və biz baxırıq, Doppler müayinə edirik, baxırıq və görək ki, həqiqətən əməliyyatlıq bir durumu varmı, yoxdurmu, monitoru çəkin. Qanın geri axını dediyimiz, reflux dediyimiz problemi yoxlayırıq ayrı-ayrı segmentlərdə. Yoxdur, damar ölçüsü böyükdür. Bəli, damar ölçüsü 4 milli olan yerdə 6 milli, 7 milli, hətta 8 milliyə qədər genişlənibdir. Amma qanın geri axını dediyimiz, reflux dediyimiz problem yoxdur. Biz əgər xəstənin dedikləri və bu gətirdikləri Doppler əsasında qərar versək, biz bugün bu adamın sağ ayağının 2 damarını, sol ayağının isə 1 damarını əsassız yerə sağlam olduğu halda əməliyyat etməliyik. Bizim üçün asandır bu xəstəni alıb əməliyyat etmək, amma həqiqətən əməliyyat lazımdırmı? Ona görə də mütləq təkidlə özümüzün Doppler müayinə etməyimizi istəyirik.